Bizə hansı Avropa İttifaqına üzvlük təklif edirlər? Hansı hüquqlarla və nə dərəcədə bərabər hüquqlu üzv statusu ilə? Bu barədə parlament sədri sosial şəbəkədə yazıb. Şalva Papaşvili bildirib ki, Avropanın böyük ölkələri Avropa İttifaqını mənimsəməyə planlaşdırır ki, bu da təşkilatın əsaslandığı dəyərlərə təhlükə yaradır. Məktubda qeyd olunur ki, Almaniya Xarici İşlər Nazirinin rəhbərinin bəyanatına əsasən Avropa İttifaqında qərarların konsensusla qəbulu qaydasının ləğvinə artıq 12 ölkə qoşulub. Konsensus prinsipi ləğv olunarsa, kiçik ölkələr öz əsas rıçaqlarını itirəcəklər. Papaşvili vurğulayır ki, milli maraqları qorumaq imkanı əlindən alındıqda üzvlüyün mənası itir və belə şəraitdə Avropa İttifaqından kənarda qalmaq kiçik dövlətlər üçün daha faydalı ola bilər. Məsələ hakim komandada da dəyərləndirilib. Beata Burculacenin bəyanatı da siyasi qiymətləndirmələrin mövzusudur. Cəzaçəkmə müəssisəsindən yaydığı məktubla o 4 oktyabr işi üzrə saxlanılan şəxslərə müraciət edərək həbsdən azad olunmaları üçün hamını prokurorluğun təklif etdiyi prosesual sazişi razı olmağa çağırıb. O, həkim Georgi Çaxunişvilidən xahiş edir ki, hər kəsə nümunə olsun və prosesual sazişi qəbul etsin. Hörmətli və ən yaşlı məhbus kimi ondan xahiş edirəm ki, hər kəsə nümunə göstərsin və bu addımı atsın. Mənə gəldikdə isə bu etirazın təşkilatçılarından biri kimi 4 oktyabr işi üzrə saxlanılan sonuncu vətənpərvər həbsxananı tərk etməyincə özümün azad olunması məsələsini müzakirə edə bilmərəm. Beata Burculacenin müraciətində qeyd olunub. Aksiyada saxlanılan şəxslər müvəqqəti saxlanma təcridxanalarında qalırlar. Daxili İşlər Nazirliyinin məlumatına görə hüquq mühafizə əməkdaşları Sakreblo ətrafında 10 nəfəri saxlayıblar. İlkin olaraq əlində Gürcü arzusunun təşkilçisinin ünvanına qeyri-etik sözlər yazılmış plakat tutan fəal Tornike Toşkova saxlanılıb. Az sonra Sakreblo yanında Toşkova'nın tərəfdarları təhqiramiz plakatlarla ona qoşulublar. Polis onları da saxlayıb. Sözü gedən şəxslər İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələri ilə saxlanılıblar ki, bu da axırda xuliqanlıq və polis əməkdaşının qanuni təlibinə tabe olmamağa nəzərdə tutur. Dünənki həbslər siyasi qiymətləndirmələrin mövzusudur. Sakreblo yaxınlığında toplananların saxlanılmasına Gürcüstan Gənc Hüquqşünaslar Asosiasiyası münasibət bildirir. Siyasi ifadəyə görə dinc nümayişçilərin saxlanılması onların toplaşmaq və söz azadlığı hüququnu kobud şəkildə pozur. Hətta ifadə kobud formada olduqda və konkret şəxsə yönəldikdə belə dövlət ifadənin kontekstini və ictimai müzakirədəki rolunu nəzərə almağa borcludur. Bundan əlavə, siyasətçilərin və dövlət qurumlarının nümayəndələrinin özlərinə qarşı yönəlmiş tənqidlərə dözümlülük öhdəliyi digər hər bir vətəndaşla müqayisədə xeyli yüksəkdir. Küllü miqdarda dələduzluq faktı üzrə bir nəfər saxlanılıb. İstintaqla müəyyən edilib ki, güc strukturallarından birinin keçmiş əməkdaşı, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Gelacenin və Gürcü arzusunun fəxri sədrinin oğlu Çodne İvanişvilinin adından istifadə edərək cəzaçəkmə müəssisəsində olan 2 təqsirləndirilən şəxsin ailə üzvlərindən onların azad edilməsi və prosesual saziş bağlanması vədi müqabilində aldatma yolu ilə müxtəlif vaxtlarda ümumilikdə 11.300 lari alıb. Cinayət 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Rusiya işğalçı qüvvələri tərəfindən Perevi kəndi yaxınlığında qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşı azad edilib. Hazırda o mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır. Avropa İttifaqı monitorinq missiyasının qaynar xətti işə salınmışdı. Bəyanatda həmçinin qeyd olunur ki, qurum işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan hər bir Gürcüstan vətəndaşının azad edilməsi üçün fasiləsiz rejimdə işini davam etdirir. MMA döyüşçüsü Georgi Kartvelişvili yeni hərəkatın təsis olunacağını elan edib. Bildirib ki, təşkilatın məqsədi müqəddəsliklərin, əcdadların, dinin və tarixin təhqir olunmasına anında reaksiya vermək olacaq. Təşkilata Gürcüstanın istənilən vətəndaşı üzv ola bilər. Məsələ artıq siyasi qiymətləndirmələrə səbəb olub. Müxalifət nümayəndələri hesab edirlər ki, belə bir birliyin yaradılması ölkədə gərginliyi artıracaq. Məsələ ilə bağlı Nika Melia bəyanat yayıb. Guaramye isə yazır ki, Melia diqqət çəkən bir şey deyib. Əgər lazımdırsa, həbsxanaya da gedərəm. Ona başa salın ki, bu gedişlə bir qayda olaraq həbsxanaya yox, morqa gedirlər. O yazığın elan etdiyi şey mənəviyyat polisi deyil. Psevdomənəviyyat adlı altında kütləvi zorakılıq və haqq hesab çəkməyə təhrikdir. Hakim komanda isə bildirirlər ki, dinin milli dəyərlərinin və mədəni irsin qorunması vacibdir. Lakin hər bir fəaliyyət yalnız qanun çərçivəsində həyata keçirilməlidir. Rusiya hərbçisi İvan Debaltsinin Gürcüstanda yaşaması ilə bağlı sosial şəbəkədə yayılan məlumatı Gürcü arzusu yalan adlandırır.
Hakim komandada bildirirlər ki, müxalifət və onların aktivistləri məqsədyönlü şəkildə dezinformasiya yayırlar. Məqsəd hüquq mühafizə qurumlarının nüfuzuna xələl gətirməkdir. Xatırladaq ki, bir neçə gün əvvəl yayılan foto və şəxsi məlumatlar aktivistlərin sözlərinə görə İvan Debaltsinə aiddir. Lakin rəsmi olaraq bu materiallar başqa bir Rusiya hərbçisinə məxsusdur və həmin şəxsin də Gürcüstanda sərhədini keçməsi fiksə olunmayıb. Prokurorluq transmilli cinayətin üstünü açıb. Xüsusilə küllü miqdarda çirkli pulların yuyulması ittihamı ilə xarici ölkənin 4 vətəndaşı və 5 hüquqi şəxs barəsində cinayət tətbiqinə başlanılıb. Ümumilikdə müxtəlif valyutalarda 21 milyon 500 min lari ekvivalentində məbləğdən söhbət gedir. İstintaqın məlumatına görə cinayətkar qrup maddi mənfəət əldə etmək məqsədi ilə müxtəlif ölkələrdə qanunsuz əməllər törədib. Pulları yumaq üçün aktivləri Gürcüstana gətiriblər, müəssisələr təsis ediblər və saxta sənədlərdən istifadə edərək köçürmələr həyata keçiriblər. Qanunsuz aktivlərin əsas hissəsinə artıq həbs qoyulub. Qanunla belirlənmiş müddətdə həbs qoyulmuş təxminən 14 milyon lari ekvivalentə vəsaitin və 1 milyon laridən çox dəyəri olan daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə olunması planlaşdırılır. Cinayət 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasını, hüquqi şəxslərə münasibətdə isə fəaliyyət hüququnun məhrum edilməsini və cəriməni nəzərdə tutur. Gürcüstan dəhlizində yük daşımaların həcmi artıb. 6 ay ərzində dəniz limanlarında emal edilən yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22% artıb. Məlumatı İqtisadiyyat Nazirliyi yayır. Onların sözlərinə görə bu son 10 illikdə qeydə alınan ən yüksək göstəricidir. Limanlar ötən ilin müvafiq dövründə daşınmayan yükləri qəbul ediblər. Bunlara polad və müxtəlif növ borular, qızıl və mis konsentratlar, habelə maye yüklər daxildir. Gürcüstanın elm və təhsil naziri Türkiyəli həmkarı ilə görüşüb. Əsas mövzulardan biri ölkələr arasında mövcud olan strateji tərəfdaşlıq olub. Ankaraya səfər çərçivəsində müxtəlif təhsil layihələrinin həyata keçirilməsi diqqət ayrılıb. Elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə tərəflər işçi qrupun yaradılması barədə razılığa gəliblər. Bolnisi rayonunun Aşağı Bolnisi Kəpənəkçi kəndində tanınmış Azərbaycan xalq şairi Zəlimxan Yaqubun ata-baba evində onun adını daşıyacaq ev muzeyinin təməli qoyulub. Tədbirdə Gürcüstan və Azərbaycanın mədəniyyət sahəsinin nümayəndələri, ictimai xadimlər, şairin ailə üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. Muzeydə əsasən şairin özünün yaradıcılığına kitabları, 100-dən artıq kitabı çıxıbdır. 13 ciltlik bir kitabları var, amma son dövrlərdə Zəlimxan qədər məsul yazıcısı çox azdır. 100-dən artıq kitabı çıxıbdır. Gürcü dilində, Türk dilində, Ərəb dilində, Rus dilində, İspan dilində, Alman dilində kitabları çıxıbdır. O zaman Sovet dönəmində bütün dilə tərcümə olunurdu. Orada bu muzeydə onun əşyaları, özünün şəxsi geyim paltarları olacaqdı, kitabları, dəftərləri, əl yazmaları nümayiş olunacaqdı. Mən inanıram ki, bax bu ocaq yaxın vaxtlarda tikilib tam istifadəyə veriləcək. Həm Azərbaycan, həm Gürcüstanın poeziya severlərinin üz tutacağı bir ocaq olacaq və burada həm Gürcü şairlərinin, həm Azərbaycan şairlərinin yaradıcılıq gecələri keçiriləcək, qarşılıqlı əlaqələr daha da çoxalacaq. Mən sizə bir faktı da deyim ki, Zəlimxan Yaqubun ilk şeiri böyük Gürcü şairi Şota Rustaveli haqqında olub. Çap olunmuş ilk şeiri 1967 ildə. Onda Zəlimxan Yaqub 17 yaşı vardı və Bolnisi rayonunda qəzet çıxırdı, rayon qəzeti 2 dildə, Azərbaycan və Gürcü dillərində. Qamaz və Bistroşa, Qələbə bayrağı qəzeti. İlk şeiri orada çap olunub, Şota Rustaveli haqqında və özü də bunu həmişə böyük qürurla deyirdi, fəxrlə deyirdi ki, mənim ilk şeirim Şota Rustaveliyə həsr olunub. Tədbir ev muzeyinin təməllinin rəmzi qoyulması mərasimi ilə başa çatıb. Bununla da Zəlimxan Yaqubun ev muzeyinin tikintisinə rəsmi olaraq başlanılıb.